Aprelin 21-də Avropa İttifaqı Şurası Ermənistanın iyunun 7-sində keçiriləcək parlament seçkisində xarici informasiya manipulyasiyalarının qarşısını almaq, kiber hücumlara nəzarəti gücləndirmək və qanunsuz maliyyə axınlarına qarşı tədbirləri artırmaq məqsədi ilə ölkəyə 20-30 nəfərlik mülki missiya göndərib. Aprelin 24-də isə Avropa Parlamentində Ermənistanın demokratik dayanıqlılığına dəstək adlı qətnamə təqdim edilib. 24 bəndlik sənəddə seçki təhlükəsizliyi və demokratik proseslərin qorunması vurğulansa da, bəzi hissələrdə Azərbaycana yönəlmiş tənqidlər yer alıb. Xüsusilə sənədin 14, 16, 18, 21-ci bəndlərində, eləcə də preambulanın müəyyən hissələrində Azərbaycanla bağlı tənqidi ifadələr əksini tapıb. Qətnamənin 14-cü bəndində hibrid müharibə və xarici müdaxilə riskləri kontekstində Rusiya və Azərbaycanın eyni çərçivədə qeyd edildiyi göstərilir. Azərbaycanın hibrid təhdid kontekstində təqdim olunması qəbul olunmazdı. Analitiklərin fikrincə bu qeyri-obyektiv yanaşmadır, çünki Bakı regionda sülh gündəliyinin təşəbbüskarıdır və əsas prioriteti Ermənistanla sülh sazişinin imzalanmasıdır. Azərbaycanın Ermənistana qarşı hibrid təhlükə yaradan dövlət kimi təqdim olunması hüquqi baxımdan, siyasi baxımdan əsassız bir ittihamdır. Hibrid təhlükə adətən dezinformasiya, kiber müdaxilə, seçki prosesinə təsir, qeyri-sabitlik yaratmaq məqsədi ilə gizli fəaliyyət, yəni bu cür başa düşülür. Yəni Azərbaycan regionda qeyri-sabitlik yox, sabitliyin tərəfdaşıdır. Bu baxımdan bu cür ittiham kifayət qədər əsassızdır. Ermənistanla bağlı qətnamə layihəsinin 15-ci və 16-cı bəndləri isə ümumilikdə Cənubi Qafqazla bağlı müzakirələrə səbəb olub. Sənəddə Azərbaycanın Qərbi Azərbaycan və Zəngəzur dəhlizi kimi yanaşmaları Ermənistana qarşı ərazi iddiaları yaradan və regionda sabitliyə mənfi təsir göstərən ritorika kimi qiymətləndirilir. Həmin yanaşmalar hibrid təhdid kontekstində də qeyd olunur. 18-ci bənddə Vaşinqtonda keçirilən sülh görüşünün nəticələri alqışlanır. Ermənistanın sülh sazişini imzalamağa hazır olduğu qeyd edilir və Azərbaycana prosesi ləngidən addımlardan çəkinmək çağırışı edilir. Qətnamədə Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilən Ermənistan vətəndaşları ilə bağlı da müddəa var. Avropa Komissiyası müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə təqsirli bilinən separatçıları girov adlandırıb. Həmin şəxslər konkret cinayət əməllərindən, müharibə cinayətlərinə görə saxlanılıb və bu proses qanunvericiliyə uyğun aparılır. Beynəlxalq hüquq baxımından da girov anlayışı fərqli kontekstdə istifadə olunur və dövlətlər tərəfindən cinayət məsuliyyətinə cəlb olunan şəxslərə bu terminologiyanın tətbiqi hüquqi cəhətdən əsassız olduğu kimi, elə bunun da siyasi yanaşma olduğu aydın şəkildə görünür. Bu cür qətnamələrin qəbul edilməsi sülh danışıqlarına müsbət təsir göstərmə əvəzinə tərəflər arasında etimadın azalmasına hədəflənib təbii ki. Qətnamə layihəsinin 20-ci və 21-ci bəndlərində 2023-cü ildə Qarabağı könüllü tərk edən ermənilərin vəziyyəti etnik təmizləmə kontekstində təqdim olunur və onların geri qayıdış hüququnun təmin edilməsinə çağırılır. Eyni zamanda sənəddə Qarabağda erməni mədəni irsinin məhv edildiyi iddia olunur və UNESCO missiyasının göndərilməsi istənilir. Azərbaycan bu yanaşmanı rədd eləyir və işğal dövründə Azərbaycan mədəni irsinə qarşı dağıntıları xatırladır. Ekspertlər bildirirlər ki, etnik təmizləmə kimi iddialar hüquqi cəhətdən təsdiqlənməyib və sənəddə balanslı yanaşma yoxdur. Ermənistanla Azərbaycan arasında devam eden kalıcı ateşkes ve barış görüşmeleriyle ilgili sürecin de bir siyasi söylemlere alet edildiği de ortadadır. Dolayısıyla Avrupa Birliği bir taraftan Azerbaycan'la ilişkilerini geliştirmeye çalışırken bir taraftan da Ermenistan lehine siyasi açıklamalar yaparak kendiyle çelişmektedir. Dolayısıyla Avrupa Birliği'nin açıklamaları çok da yapıcı değil. Azerbaycan Ermenistan arasındaki kalıcı barışa doğru giden sürece bir baltalama olarak bakılmalıdır. Mütəxəssislərin fikrincə bütün bunlar Avropa İttifaqının Azərbaycanla bağlı siyasətində vahid xəttinin olmamasını açıq şəkildə göstərir. Məhz bu ikili yanaşma təşkilatın etibarlılığını zəiflədir və strateji tərəfdaşlıq anlayışı ilə uyğun gəlmir. Azərbaycan üçün əsas meyar qarşılıqlı hörmət və real əməkdaşlıqdır. Siyasi təzyiq elementləri isə uzun müddətli münasibətlərə zərər vurur. Xüsusən də sülh danışıqlarının
getdiyi bir dövrdə. Bütün bunlar Avropa İttifaqının Cənubi Qafqazda proqnozlaşdırıla bilən tərəfdaş imicini zədələyir və bu da regionda əməkdaşlıq dinamikasına birbaşa təsir göstərir.